Değerli dostlar, hər vaxtınız xeyir olsun. Hal-hazırda Toz rayon Quşçu kəndinin ərazisində yerləşən Əsrik, Cırdaxan, Dondar Quşçu kəndinə gedən yolun kənarındayıq. Değerli dostlar, bugünkü günü çəkiliş etməkdə bir məqsədimiz var. Rayonumuzun gözəlliyini öz mənafeyləri üçün korlayan insanlar üçün çəkiliş edirik. Gördüyünüz kimi neçə yüz yaşı olan yaşıl ağacı günlərdir örüslə yıxıblar. Bunu da nəzərinizə çatdırım ki, bir neçə gündən sonra gördüyünüz bu ərazidə hər hansısa bir obyekt inşa olunacaq. Mənim obyekt yiyəsindən heç bir problemim yoxdur. Heç tanımıram da, yer yiyəsini də tanımıram. Sadəcə olaraq mənim çəkilişim ekologiya və icra nümayəndələri bu torpağı, bu əraziyi satan şəxslərədir. Allah rəhmət eləsin ulu öndərimizə. Ulu öndərimiz deyərdi ki, bir ağacı kəsən elə bil ki, mənim balamın bir qolunu kəsir. Ruhun şad olsun ulu öndər. Bu günləri bu ərazidə günü gündən, gün sayına vursaq, həftədə bir ağac kəsilərək yerində obyektlər inşa olunur. Mən artıq dərəcədə aidiyyətli orqanlardan xahiş edirəm və rayon rəhbərlərinə müraciət edirəm. Aidiyyəti qurumlara müraciət edirəm. Rayonumuzun ekologiyasını korlamayın. Rayonumuzun yaşıllığını, gözəlliyini məhv etməyin. Bu günləri bu torpağı satıb 5.000, 10.000 pul alırsınız, amma rayonumuzun gözəlliyini itirirsiniz. Bu ağacın yerində bir ağac əkib, baxın qarşı tərəfdə gördüyünüz o boya çatdırmaq üçün nə bu torpağı satanın, nə mənim, nə də bu torpağı alıb bu ağacı məhv eləyənin